Mənim əziz qızım, mən sənin o hər şeylə maraqlanan, dəcəl bir uşaqdan necə böyük bir zəriflik, müdriklik və xeyirxahlıq sahibi olan, heyran edici bir gənc qıza çevrildiyini izləmişəm. Axı bizi formalaşdıran asan günlər deyil. Xeyr, bizi biz edən məhz çətinliklərin qarşısına dik çıxmaq və onları məğrucasına qarşılamaq bacarığımızdır. Sənin o qızıl kimi təmiz ürəyin, xoş niyyətin, qarşına çıxan saysız, hesabsız çətinliklərə qalib gəlməyə ruhunda. Məhz elə bu cür formalaşdı. Bağışla kızım. Yegane çıkış yolum idi. Eləyəcəm. Xilasımız üçün özümü qurban verəcəm. Afsunçu, bəs o bunun qarşılığını kimin hesabından ödədi? Yox, belə olmaz. Bu adətimizdir. O tanrılar tərəfindən seçilmiş biridir. Yok. Siz onu seçmişsiniz. Bilirsən bu nədir? Cevabını sen de bilirsən. Ona göre çok savaştım. Düşündüm ki el çektim her şeyden. Korkmuram. Kəndə qayıt. İndi. Cəhd. Yok, onları da kendimizi de xilas eləməliyəm. Özünü xilas elə. Atanın yanına. Sığınacağına tərəf qaç. Qaç! Çok sağ ol. Mesele değil, çok sağ ol. Çok sağ ol. Adet biraz kötü. Ya
Çünkü o seçilmiş eli bu adetten Yok, yok, xahiş edirəm. Yok. 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 Tanrılar? Burada tanrılar yoxdur. Yalnız bədheybətlərdir.